Salam, hər vaxtınız xeyir dostlar. İstədim bu məlumatı sizinlə bölüşüm. Confirmation number itirən yoldaşlar üçün, yəni bölüşəcəm bunu. Çünki mən də itirmişdim, neçə vaxtı tapa bilmirəm və məlumat yoxlaya bilmirəm. Ki, yəni bilim udmamışam ailəvi, yəni istəyirik gedək. Yəni mən bir video gördüm, sağ olsun qardaş gözəl deməli informasiya verirdi. Və ona istinadən mən də istədim bir video paylaşım ki, çox bol olsun da. Yəni onun videosu ola bilər kiminsə qabağına çıxmasın alqoritmə uyğun olaraq. Amma mən ola bilər ki, kiminsə qabağına çıxsın, faydalı olsun. Yaxşı, başlayaq. dvprogram.state.gov saytına daxil oluruq. Check status düyməsinə basırıq və continue yenə də düyməsinə basırıq. Burada bu list, yəni əgər bizdən nömrə olsaydı, biz rahatlıqla burada confirmation number yazıb, yəqin ki, məlumatlısız qalan şeyləri də burada doldurardıq. Amma olmadığı üçün təəssüf ki, biz giririk forgot confirmation number, yəni nömrəni itirənlər bərpa etmək üçün nömrəni bura giririk. 2026-cı ilə, yəni bu il üçün biz 2026-nı seçirik. Burada last family name, yəni soyadı seçirik, ad seçirik, middle name Amerikanlarda bilirsiniz də ikinci bir ad kimidir, yəni bizdə yoxdur. Burada doğum tarixi, ay, gün və il. Gəlirik elektron adresi. Baxın, bu önəmli bir şeydir. Elektron adres, əgər siz onu da yaddan çıxarmısınızsa, artıq bərpa getməyəcək. Yəni, mütləqdir ki, siz qeydiyyat olduğunuz elektron adresi yazasınız ki, hansı ki qeydiyyat olmuşdursunuz keçən il, oktyabrda. Onu yazmalısınız ki, yəni ona istinadən sizə versin, yəni. Yazıram. Bəli, buyurun, confirmation number'ı verdi mənə. Elə burada da aşağı düşürəm, heç çıxmağa ehtiyac yoxdur. Həmin pəncərədən də aşağıda düşüb, buradan yazıram və təəssüflər olsun ki, udmamışıq. Has not been selected. Çox sağ olun diqqətinizə görə, kanala abunə olun. Faydalı məlumatlar olduqca mən də paylaşacağım. Çox sağ olun, minnətdaram. Sağ olun.